Beğenin keçdiyim mövzum videonu beğenin kanala abunə olun. Deməli, hörmətli izləyicilər, əgər şəxs vəfat edibsə, onun borcu varsa, hansı halda həmin borcu sistem tələb edə bilməzlər, onu qeyd edirəm. Amma əvvəlcədən onu deyin ki, bu zaminə aidiyyəti yoxdur. Zamin olan şəxs mütləq qaydada ödəməlidir. Bu vərəsə aidiyyəti var. Hətta zamin ödədikdən sonra onu da əvvəlcədən deyin ki, nə qədər pul ödəyibsə, şəxs vəfat edibsə, vərəsələrdən həmin pul ala bilər. Deməli, vərəsələrin də aidiyyəti var. Diqqətlə baxın. Ona da deyin ki, hörmətli izləyicilər, əsas bonus xəbər axırdadır. Ona görə axıra qədər baxın. Birinci onu qeyd edirəm ki, borcu olan şəxs vəfat etdiyi gündən ötürü keçibsə, bank həmin pulu tələb edə bilməz və digər şəxslər. Eyni zamanda son ödəmə tarixindən ötürü keçibsə, həmin pulu tələb edə bilməzlər. Və ya müqavilənin bitdiyi tarixdən ötürü keçibsə, həmin pulu tələb edə bilməzlər. Və onu da qeyd edin ki, ən var ki, borc kimi o halda müsadə edə bilməzlər ki, ölmüş şəxsin vərəsə həmin evdə yaşayırsa, gecəni yaşayış yerirsə, həmin ən var ki, müsadə olmur, nəzər alınır, mütləq qeyd edər. Borcun nə qədər olmağından asılı olmayaq. 10.000 də olsun, 100.000 də olsun, eyni şeydir. Nəzər alın, hörmətli izləyicilər. Əsas məsələdən biri budur. Digər bonus xəbər deyən, hörmətli izləyicilər. Bonus xəbər ondan ibarət ki, əgər şəxs vəfat edibsə, onun evinin sənədi yoxdursa və ya evinin sənədi bələdiyyə ordinəndir, müqaviləndir, sərəncamlandır və yaxud digər sənədlərindəsə, ev kitabçası deyən bir sənədi var, ev arasında damal klinika deyir, ondansa, yəni şəxs öldüyü gündən sonra 3 il keçdiyi halda özəlləşdirilirsə, həmin evi yenə bank sizdən pul tələb edə bilməz, digər şəxsə də tələb edə bilməz. Nəzər alın, hörmətli izləyicilər. Sonunda bir daha xatırladıram ki, YouTube kanalına abunə olan şəxslərsin telefon və əyanın hüquq məsələsinin verilməsi 10 manatdır, ərzələrin yazılmasısa 50 manat. Digər şəxslər üçünsə, hörmətli izləyicilər, yəni ki, hüquq məsələsinin verilməsi 25 manat, ərzələrin yazılmasısa 50 manatdır.